Bax, özümə yeni köynək almışam. Əladır. Amma sanki əvvəlki şalvarlarım buna uyğun deyil. Yaraşmayacaqlar. Bəlkə yeni şalvarlar alım. Gördüyümüz bu situasiya Denis Diderot'un həyatından ilhamlanaraq Diderot effekti adlandırılmışdır. Niyə ehtiyacımız olmayan əşyaları alırıq? 18-ci əsrdə Fransada yaşamış maarifçi filosof Denis Diderot'un küllü miqdarda borcu vardı. Bunu eşidən Rus İmperatoru 2. Katerina onun kitabxanasını alır, 25 illik maaşını ödəyərək kitabxanasını ona geri verir. Bütün borclarını ödəyən və əlində müəyyən qədər sərvəti olan Denis Diderot'a bir gün dostu bahalı məxmərdən qırmızı rəngdə bir libas hədiyyə edir. Həvəslə öz masasında çalışarkən fərqinə varır ki, köhnə masası artıq onun libasına yaraşmır və qərara gəlir ki, o öz masasını dəyişdirsin. Hər şey bundan sonra başlayır. Artıq evindəki digər köhnə əşyalar onu narahat etməyə başlamışdı və hamısını yenisi ilə əvəz etdi. Öz satın alma istəyinə qalib gələ bilməyən Denis Diderot şöhrətpərəstlik ucbatından əvvəlki həyatına geri dönür. Daha sonra Köhnə gecəlik üçün peşmanlıq əsərində bildirir. Köhnə gecəliyimin ağası ikən yeni gecəliyimin qulu oldum.